Hə dostlar, indi biz gəlmişik artıq Bığır kəndində mənim əskər yoldaşım Həsənov Aydın evindəyik. Sağ olsun Allah Aydın qardaşına da can sağlığı versin. Allah uşaqların xoşbəxt eləsin. Bir oğlu da yanındadır yenə burada. Yəni ailədən. Allah ailə quranlara da can sağlığı versin. İndi inşallah Aydın qardaşımızın məhləsindən az da olsa sizə video çəkiş edirəm. Aydın burada öz məhləsində bizi nar bağı ilə tanış edəcək. Burada əsas Bığır kəndində cəmaat təsərrüfatı belə ki, nar bağı ilə də məşğul olanlar var, bağla, əsas bağla məşğul olanlar var. Mən indi istəyirəm nar bağından bir balaca sizə həmi çəkiş edeyim, həm də Aydın özündən hansısa nardan bir balaca ondan bilgi götürüm. Yəni narı necə yetişdirirlər, nara necə qulluq lazımdır. Bax bu barədə Aydın özünə əziyyət verəcəm, Aydın özü yəni onu aydınlaşdıracaq. İndi mən elə evin girişindən mən sizə bir dənə Aydın qardaşımızın evini göstərirəm. Bax bura bizim Aydına deməli rəhmətli atasından qalma evdir, ata yurdudur. Mən indi yenirəm bağa, bağdan sizə nar ağaçlarını sizə göstərib. Buray deməli Göyçay əsas narla tanınır. Azərbaycanda deyəndə ki, məsələn Göyçay bilinir ki, Göyçay narı Azərbaycanda ən birinci yeri tutan Göyçay narıdır. Bax belə ağaçlar budanıb, balaca ağaçlardır, ancaq maşallah olsun, bir də maşallah olsun, barı belə göz qabağındadır, görüşür. Hələ indi dəyməyib, bizi açığı belə nara qonaq eləmədi, yəni dəyməyib. Götürdü birində belə kəsdi, baxdıq ki, həqiqətən də narın içi dumağa baxdı. Yəni hələ bunu yemək mümkün deyil. Mən daddım, biraz da turş idi, yəni bu belə. Ancaq bilirəm ki, Aydın qardaşımızın belə qonaqpərvər olduğunu dəqiq bilirəm. Bir dəfə də neçənci ildir bilmirəm. Buradan 2 korobka nar verib aparmışam mən öz evimizə. Və indi Aydın qardaş gəl bizə narın necə budanmağın, necə suvarılmağın, necə bar gətirməyindən məhsulu necə yetişdirirsiniz, ondan bir balaca olsa burada bilgi ver bizə. Dur bir də burada. Nar ağacı elə bir məhsulluğun ildə 2 dəfə budanması olur. 2-3 dəfə. 2 dəfə yaşıl budama, bir dəfə də quru budama. Quru budama qışda olur. Yəni ağacı artıq məhsul gətirməyən biz tanıyırıq da. Məhsul gətirməyən qənətləri kəsib atırıq. Məhsul gətirən qənətləri məsələn saxlayırıq. Sonra yayda da 2 dəfə ağacın dibi təmiz olmalıdır. Yəni burada pöhrə olmamalıdır. Ağacın dibində. Artıq zoğları aydındır. Təmiz olmalıdır. Ağacın gövdəsi təmiz olmalıdır. Ağacın gövdəsi. Sonra da bu belə. Sonra da ki o qurtlara qarşı da o kəpənəklərə qarşı dərmanlar vurulur. Vurulur ki, yoxsa saxlama mümkün deyil. Bunların tacı deyilən narın tacıdır. Gəlir qurtlara. Mən də onu özüm soruşmaq istəyirəm. Məndən soruşsan siz ona düzgün cavab verin. Mənim də bağım, belə bağ yox, özüm üçün, yəni bağçam var. Məndə də nar var, bir neçə dənə nar ağacım var. Ancaq ki, hər il o qurt duyur, oradan qurt düşür. Mən ona bir çarə eləmirəm, ona görə nə lazımdır? Onlara qarşı hamısına qarşı dərmanlar var, vurulur. Hansı dərmandır, deyə bilərsən? Arriva var. Sonra bir neçə çox dərman sortları çoxdur. Sonra narın gözəl olmağı üçün məsəl üçün skor deyilən dərman var, skor. Dərman var, narı gözəlləşdirir, üstündəki olan çilləri zadı hamısını götürür məsəl üçün, çil olmurlar. Nar tərtəmiz olur, qırmızı, ondan salır. Sonra nara vid verən dərman da o skor deyilən dərman. Sonra mənənə dərman vurulmalıdır tez-tez ki, nar mənənə tez özünə götürəndir. Mənənə deyilən bir böcək var. O nar tez götürən, ona qarşı dərman vurulmalıdır. İndi dərman olmayan yerdə türkə çarə nəsə eləmək olarmı? Türkə çarə yox, türkə çarəsi budur ki, yox, ancaq kimyəvi maddələrdən. Mən də az bir dənə şey O bilirəm. kimyəvi maddələrin nara heç bir ziyanı yoxdur. Ona görə ki, nar bağlı bir meyvədir.
Yəni bağlı meyvəcə açıq deyil ki, məsələn kimya maddənin ona ziyan olar. Az miqdarda çox da istifadə etmirik biz çünki ziyan verirsə çox da istifadə etmək lazımdır. Mən də belə bir şey bilirəm ki, narın burnuna belə nəsə gilmi, nəsə vururlar. O türkəsərə deyil, Xeyr, o tamamilə ziyanlı bir şeydir. ziyanlı bir şeydir. Narın o tazına dərman qoyurlar. Nar da bir bitkidir, nəfəs alan bir şey. O bunun bırını sayılır. Oradan tamamilə ucayda onun içərisində yeyilir. Bir 58 deyilən dərman vururlar ora. O olmaz, qətiyyən olmaz. Ha, aydındır. Bu da aydındır. Mən də O türkəsərə o zərbi nəzərdə zərbi. tutmuşdum. İndi bir bəzə belə aşağı, yəni səsmək olarmı? Yəni göstərək görək başqa nəyin var? Hə, başqa ağacı isə. Başqa ağaçlarda nəyin var? Başqa ağac. Bura göycə bağıdır. Göycə ağaclarıdır. Göycə ağacı. Bu ağaçlar. Göyçə. Sənin belə yerdə olan bu nanədir, yoxsa nədir? Nanədir, yox nanə deyil. Vəhşi Göycə bitkidir. ağacıdır. Hə, aydındır. Bu da göyçə ağacı. Bunlar hamısı göyçədirlər. Bəli. Bunlar da satışa gedir. Bəli, bunların saçı göycədir, özdə göycəsi. Necə istəyirsən? Mən də sizdən bir dənə şey soruşum. Mən elə sizin vaxtınızı alıram, amma da mən məcburam soruşum. Narı hara satışa çıxardırsınız? Necə satırsınız? Bizim Qiyməti Bizim narımız bütün Rusiya bazarlarına gedir. Rusiya bazarına. Bəli, Rusiya bazarlarına, hətta heç çatdır Rusiya bazarlarına. Bizim özümüz Azərbaycanını biləndə ki, bunlar var bığır nardı, göçəyin bığır nardı. Elə biz bizim özümüz Azərbaycanımız bilməsə eləyir. Ha, belə kiloyla satdıq yoxdur. Çünki əlavə yerlərə vermək istəyir. O qədər dadlıdır ki, bizim Azərbaycan xalqı, Bakı cəmaatı o elə götürür ki, bizə də heç Rusiya göndərmək ehtiyac yoxdur. Ay maşallah, ay maşallah. Kəndimizin Göyçay, Bığır kəndləri. Göyçayda kənd çoxdur, nar da çoxdur. Çox adam deyə bilər ki, məsəl üçün Fulanlar, Bəhmanlar, məsələn, başqa kəndlərdə tək bığır nar deyəndə bığır nar nəzərdə tutmaq lazım. Göyçay nar yox, bığır nar nəzərdə tutmaq lazım ki, bığır nar. Mən özüm də kənd yerini xoşlayanam, Aydın qardaş, özün də yaxşı bilirsən. Biz də Lasının dağ yerlərindənik. Mən özüm də bağı xoşlayıram. Ancaq sən o qədər təriflədin ki, deyəsən mən elə Lasına yox, gəlib elə köçəsi olacağam bura, Bığırda yaşayam. Allah Taala verdiyi nemətdir. Bizim də bəxtimizə o düşübdür. İnşallah, qismətimizdə olarsa yəqin ki, gələrik. Bu Sonra nəyin var? Xurma bağı. Bu şuşburun deyilən xurmadır. Şişburu. Bu da aydındır. Aydın qardaşımız da bağından bu qədər. Bəlkə sizin də hamle etməliyim, bir sözünüz olar. Doğrudan həqiqətən də Bığır kəndi bizim Göyçay rayonunun məşhur kəndlərindəndir. Dayı özü dediyi kimi bağında narın bir əziyyət çəkib bazara çıxartmırıq, özləri arzular gəlir bizi tapır, narımızı alır. Yəni əziyyət çəkmirlər də bunların satışından mən belə başa düşdüm. Həqiqətən də yaxşı dayımlar bağlar, təbii ki bunlar bağlar. Bu əv qabarıyla, əz zəhmətindən onu belə gəlir, bu vəziyyətə gətirir. Bağ elə bir şeydir ki, necə ki, körpəyə qulluq, ağaca, bağa qulluğa bərabər kimi bir şeydir. Yəni ki, məsələn, körpəyə qulluq edirsən ki, böyüsün və bağ da elə bir şeydir, elə bir vəziyyətlərdir, sonra qulluq edirsən. Bunlar bu bağın, mən də mən haqqında biraz informasiyam var. Bunların çox əziyyətli çəkirlər. Bunlar yazaqlı 3 dəfən Zəhməti çox. Hə, sülü deyil bu zahmatı. O belə müsahibədən uzun şirlər çıxır. Özdə ildə 3 dəfə onu eləyirlər. Yay sözünü. Payızda bu deyirlər. Hə, mənə də çox xoş təəssürat oldu. Bura ona birinci dəfə gəldim. İlahımda bu kəndə birinci dəfə gəldim. Həqiqətinə gəldim, biraz da könlüm xoş oldu. Məsələn, Tayyip, sənin əsgər yoldaşın da Tayyip. Çox gözəl, bizi də yüksək yerdə qarşıladı. İnşallah bunun qapısına, məhəlləsinə xeyir işlər edəcək. Çox sağ ol, çox sağ ol. Məndən bu qədər. Sizdən bir şey də soruşum, Aydın qardaş. Mən sizə elə qardaşım da Allah cəbirlərinizə rəhmət etsin. Kiçik qardaşım Qarabağ veteranı olub, ancaq status ala bilməyib. Aydın, özün də bilirsən yaxşı ki. Elə sizi özümə yenə qardaş kimi bilirəm. Məndən bir yaş kiçiksiz elə bilirəm. Özümü elə qardaş kimi də bilirəm. Yəni həm də bir yerdə əsgər xidmətində olmuşum.
Axı sizdən yenə bir dənə şey soruşum. Bu bağı belə becərməkdə su işini necə həll edirsiniz? Su işini necə həll edirsiniz? Su İşi çətin deyil. Su işi Göyçay çayından öz axarı ilə gələn sudur. Göyçay çayından öz axarı ilə gələn sudur. Bağımızı vaxt-vaxtında suvarırıq. İmkanımızla, məsələn, yayda düzdür, doğrudur, biraz su qıtlıq olur, çətinlik olur. Amma başqa vaxtda hər vaxt məsələn, nar məsələsi eləməyib ki, onu qışda da qış araq deyilən bir su deyilən bir şey. Qışda da suvarmaq lazımdır. Bir-iki dəfə ki, o nar özünün fundamentini tutsun, götürsün. O nar ağacı qışda da lazım olur, sulamaq lazımdır. Ona görə ki, nar ağacının kökləri üzrə deyənə çox dərinə getmir. Qışda da bir-iki dəfə onu suvarmaq lazımdır. xərciniz çıxmır. Yağıntı az olur deyənə, biraz suya biraz çox eləmək lazımdır. Xərciniz çıxmır suya. Suya yox. Su öz axarı ilə gələn suda heç bir xərciniz. Ay maşallah. Heç bir xərciniz, heç bir çöpü də məsələn xərciniz. Öz axarı ilə gələn. Aydın qardaşımızın da məhləsindən, bağından bu qədər. İnşallah xəttə qalın. Videonun davamı gələcək. Bir daha videonu izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Sağ olun, var olun.